Ofisial olaraq bu avtomobil orta sinifə aiddir. Amma iş prinsiplərinə görə biznes klass avtomobillərinə çatmağına az qalır. Tanış olun, Volkswagen Passat. Passat külək adıdır, hansı ki Sakit Okeanda əsir. Hindistana səyahətə çıxan Kolumbu məhz bu külək Amerikaya gətirib çıxar. Adamın heç inanmağı gəlmir. Amma Volkswagen Passatın 37 illik tarixi var. İlk Volkswagen Passat 1973-cü ildə buraxılmışdır və bugünkü günə kimi bu avtomobildən 13 milyon ədəd satılmışdır. Volkswagen Passat restyling olunub. Restyling avtomobilin mühərrikinə və salona təsir göstərir. İndi Volkswagen Passat turbo mühərriklə təmin olunub. 1,8 litr həzmli 160 at gücündədir. Avtomobilin salonuna isə söz ola bilməz. Keçən avtomobilin salonuna. Yeni Volkswagen Passatın salonu Passat Sisinin salonuna oxşayır. Avtomobil idman sükanına təmin olunub, multi sükandır. Fikir verin sükanın quruluşuna. Və onu da deyim ki, avtomobildə dəri elementlər, plastik elementlər və alikantar material hamısı bir-birini tamamlayır. Avtomobil salonu 5 nəfərlikdir. Ön panelinə fikir verin, mebellə işlənmiş elementlər və xromla işlənmiş siyirmələr. Siz bura əşya yerləşdirə bilərsiniz. İqlim nəzarəti var avtomobilin. Avtomobil Tiptronic transmissiyayla təmin olunub. İndi fikirləşin. 1,8 litr həzmli turbo mühərrik və idman rejimli transmissiya. Sizin bu avtomobili aqressiv bir avtomobilə döndərir. Avtomobilin yan şüşələri pərdələrlə təmin olunub. Yəni ki, avtomobili idarə edərkən siz günün şüalarından, arxada oturan şəhərnişin günün şüalarından qoruna bilər. Və bir də maraqlı funksiya, düymə vasitəsilə mən düyməni basıram, avtomobilin arxa pərdəsi avtomatik olaraq aşağı enir və yenə düyməyə basıram, avtomobilin arxa pərdəsi avtomatik olaraq yuxarı qalır. Açarın quruluşuna fikir verin. Fikir verin avtomobildə açarın quruluşuna. Nə qədər maraqlı açarın quruluşu var və barmağın toxunuşu ilə mən avtomobil mühərrikini işə salıram. Rahat funksiyadır. Deməli, avtomobildə panoramik lüks də mövcuddur və təhlükəsizlik yastıqları, sürücü üçün nəzərdə tutmuş təhlükəsizlik yastıqları, sərnişin üçün nəzərdə tutmuş təhlükəsizlik yastıqları və fikir verin. Görün təhlükəsizlik yastıqları harada yerləşir. Həm sürücü, həm də sərnişin tərəfdə. Yan pərdə tipli təhlükəsizlik yastıqları. Avtomobil ön və arxa parktroniklərlə təmin olunub. Yenə avtomobili arxaya və yaxud qabağa verərkən siqnal vasitəsilə siz biləcəksiniz ki, maneəyə nə qədər məsafə qalır. İndi keçək avtomobilin arxasına, mən göstərdim ki, avtomobilin arxasının quruluşu necədir, arxa oturacaqların quruluşu nədir. Onu da xatırladım ki, Volkswagen Passat 5 nəfərlikdir. Pərdələrdən sizə söhbət açmaq istəyirəm. Avtomobilin yan şüşələrinin pərdələri var. Əl vasitəsilə qalxıb enir. Fikir verin, necə dizaynla işlənib. Həmən rahat gedə-gedə avtomobilin pərdəsini belə qaldırıb yerinə sala bilərəm. Və avtomobilin demişdim ki, arxa pərdəsi
avtomatik olaraq enib qalxır. Baxın, mən onu da göstərəcəm sizə o funksiyanı. Baxın, pərdə avtomatik olaraq aşağı enir. Və enəndən sonra fikir verin, buralara elə bil heç orada pərdə yerləşmir. Nə qədər əla dizaynla işlənir Volkswagen Passatın salonu. Yenə pərdə qalxır yuxarı və siz günəşin şüalarından qorunursunuz. Onu da deyim ki, Volkswagen Passatın deyəsən adındandır. Passat külək adıdır. Bugünkü test drive'da dəhşətli külək əsir. İndi avtomobili idarə edək, görək avtomobilin dinamikası, idarə olunması necədir. Və onu da deyim ki, avtomobil uzaqdan gələndə istər-istəməz hər bir hansı insanı özünə cəlb edir. Gedək. Volkswagen Passatın o qədər güclü mühərriki var ki, qazın akseleratorunu basarkən avtomobil sanki uçmaq istəyir.